Və xanımlar, təmizliyi bitirdim. Baxın, hər yan çiçək kimi olubdu. Mis gibi, mis. Baxın, mən bu cür sevirəm ki, bir xanımın mətbəxdəki ən özəl, ən təmiz yerlərindən biri də bu hissə olmalıdır məncə. Bu hissəni çox təmiz saxlamalıdır. Demirəm, insanıq. Onu da nəzərinizdə saxlayın ki, yəni hər birimiz insanıq. Birimizin həvəsi ola bilər ev işlərinə, birimizin olmaya bilər, birimiz səbri olmaz, bunu buradan götür, onu yığışdır, onu elə. Hər kəsi başa düşürəm. Yəni hər kəsin bir düşüncə tərzi var, mən də belə düşünürəm. Və bunu da bildirmək istəyirəm ki, məndə də bəzən olur. Yəni elə olur ki, buranı zibilli buraxıram. Yəni çox yox ha, normal şəkildə zibilli buraxıram, başım ağrıyanda falan, özüm yaxşı hiss eləməyəndə. Yəni başa düşürəm. Həvəs məsələsi var. Amma mən çox sevirəm həqiqətən ki, bir xanımın vernikinin qarşısı, yəni krantının qarşısı bu cür olmalıdır. Mən xanımlarda bu təmizliyi sevirəm ümumiyyətcə. Hər bir xanım məncə bunu etməlidir. Elə düşünürəm ki. Ay Allahım, təmizlik eləyib sonda baxmaq insanı çox rahatlaşdırır. Buralar batmışdı, ləkələnmişdi. Buraları ışıl-ışıl elədim. Çaynikimizi qəşəng təmizlədim. Hər yan oldu mis, mis, mis. Çiçək kimi. Bu qədər. Hələlik.